Dünənləri inanmazsınız, ilk dəfə əlimə dağıntılar arasında güzgü çıxıb. Güzgüdə özümü görmüşəm bu 4 günün içində. Necə dəyişmişəm mən. Buldozer gəldi, mən evin içində ola-ola. Qapını sındırdı, hamamı sındırdı. Daşların içindən məni 6 nəfər kişi işlərində 26-cı polis bölməsinin əməkdaşı, bizim sahə müvəkkilimiz Rəşad Osmanov var idi. Onun, necə deyərlər, əlimdən tutub sürüdürdü. 6 nəfər də ona kömək edirdi. Aparıb sürüdə-sürüdə PPX maşınına mindirdilər. O PPX maşınında gələnlər də soruşurlar ki, biz bu xanımı nə ilə aparırıq? Dedi, siz aparın, mən gələcəyəm bölməyə, aydınlaşdırarım. Heç bir izahat götürülmədən 1 saatdan çox orada otuzdurdular. Ayaq yalın, yataq paltarında olduğuma görə polis mənə evə gedib ayaqqabı, paltar götürməyi təklif etdi. Evə gələndə, evdə biz heç nə tapmadıq. Bütün ev əşyaları, məişət texnikası, yəni evdən çıxdığım ancaq tək özüm, üstümdə olan paltarlarımla. Və buradan bir neçə adama da satıblar. Mən burada yaşaya-yaşaya. Mənə 26-cı bölmədə deyirlər ki, insan adaptasiya olur 3 günə belə şəraitə. Dedim, mən 3 saata adaptasiya olmuşam. Bu şərait palatka, küçədə.